Bugün sizə xərçəng hüceyrələrinin insan bədənində necə yaranmağa başladığını və hər bir etapda necə irəlilədiyini və onun qarşısını necə ala biləcəyimizi izah edəcəm. Xərçəng hüceyrəsi necə əmələ gəlir, ona nəzər yetirək. Gördüyünüz kimi sağlam hüceyrə bölündüyü zaman sağlam toxumaya gəlib çıxarır. Bizim bədənimizdə hər gün hüceyrələr bölünür və yenilənir. Yeni hüceyrələr yaranır. Lakin hüceyrələrimizi qoruyan P53 reseptorları işləmədiyi zaman və yaxud məğlub olduğu zaman səhvən xərçəng hüceyrələri yaranır. Əslində xərçəng hüceyrələri bizim bədənimizdə hər gün yaranır. Lakin P53 reseptorları onun fərqinə vardığı zaman onu məhv edərək sıradan çıxarmağa kömək edir. Lakin P53 reseptorları əgər işləmirsə və yaxud zəifləyibsə, xərçəng hüceyrələri sürətlə artmağa davam edir. Bunu nəyə bənzətmək olar? Sərhəd qoşunlarına bənzətmək olar. P53 reseptoru bizim hüceyrələrimizi qoruyan qoşunlardır. O qoşunlar zəiflədiyi zaman və yaxud artıq işləmədiyi zaman düşmənlər sərhədi keçərək sürətlə bədənimizi işğal etməyə başlayırlar. Burada göstərdiyim qırmızı ilə işarələnən hüceyrələr yanlışlıqla yaranan xərçəng hüceyrələridir. Xərçəng hüceyrəsi bölünür, çoxalır və ən sonuncu halı bədxassəli şişin yaranma halıdır. Gəlin baxaq, xərçəng hüceyrələrini nə yaradır? Birinci növbədə hüceyrələrimizin daxilindəki DNK zədələnir və bu DNK-nı zədələyən hər gün davamlı şəkildə bədənimizə daxil olan toksik maddələr, radiasiya, ağır metallar və s.dir. DNK-mızın zədələnməməyini istəyiriksə, o zaman ilk növbədə bədənə girən toksinləri tamamilə limitləyirik. İkinci növbədə təmiz qidalanmaya keçid etməliyik. C vitaminindən davamlı şəkildə istifadə etməliyik. Çünki C vitamini xərçəng hüceyrələrini məhv edən ən önəmli faktorlardan biridir. Və antioksidantları gündəlik həyatımızda istifadə etməliyik. Bunlar qlutatiyon, selenium, E vitamini və s.dir. Burada qısa şəkildə qeyd etmişəm. İkinci hissə P53-ün uğursuzluğu. Yəni DNK zədələnir. Lakin DNK zədələnsə belə P53 geni əgər uğurla fəaliyyət göstərirsə, zədələnmiş və yaxud yanlış DNK ilə mutasiyaya uğramış hüceyrələri anında sıradan çıxararaq xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Lakin əgər P53 geni artıq işləmirsə və yaxud zəifləyibsə, dediyim kimi xərçəng hüceyrələri sürətlə artmağa başlayır. P53 reseptorunu gücləndirən vasitələr hansılardır? Birinci növbədə resveratrol, qırmızı üzümün tərkibində olan antioksidanttır, çox güclü antioksidanttır. İkinci növbədə quercetin, qırmızı soğanın tərkibində daha çoxdur. D3 vitamini, yəni vitamin D. Vitamin D-ni biz ən çox hardan ala bilərik? Günəş işığından. Günəş işığından günün ən qızmar vaxtında saat 12 və 3 arası. Bu nə deməkdir? Bizim kölgəmizin ən qısa olduğu zaman vitamin D-nin ən güclü olduğu zamandır. Günəşin altında hardasa 20 dəqiqə, təbii ki, dərinin rəngindən asılı olaraq nə qədər dərimizin rəngi tündürsə, o qədər çox qalmalıyıq günəşin altında. Ən azından minimum 20 dəqiqə qalmaq məsləhətdir. Fol turşusu və B6 vitamini ən çox qaraciyərdədir qidalardan. Və burada bir dənə də antioksidan bir maddə yazmışam. Bu çox güclü bir antioksidan maddədir. Ən çox yaşıl çayın tərkibində. Lakin yaşıl çayın da müəyyən növləri olduğuna görə ən çox seremonial maça çayındadır. Və üçüncü yerdə sürətlə çoxalan hüceyrələrin qarşısını necə almaq olar? Hüceyrələrin sürətlə çoxalmasına təkan verən reseptor mTOR reseptorudur və biz o reseptoru bloklamasaq, hüceyrələr sürətlə çoxalmağa davam edəcək. mTOR reseptoruna təkan verən amillər insulin yüksəkliyi və protein qəbuludur. Biz bilirik ki, protein qəbulu çox önəmli, insan bədəni üçün son dərəcə faydalı bir qidadır. Lakin bu halda protein istifadəsini minimuma endirməkdə fayda var. Proteindən daha təhlükəli bədəndə insulinin çox olmasıdır. Çünki insulin qalxdığı zaman böyümə hormonu deyə bir hormonu, insulindən, yəni tətiklənən böyümə hormonunu aktivləşdirdiyi üçün hüceyrələrin sürətlə çoxalmasına təkan verir. Buna görə də nə etməliyik? Aralıqlı oruç tutmaq ən birinci vacib məqamdır. Keto diyeta burada nə nəzərdə tutulur?
insulin hormonunu tamamilə minimumda saxlamaq. Yəni karbohidratların, şəkərin qəbulunu tamamilə kəsmək, faydalı yağlar, faydalı proteinlər və faydalı lifli tərəvəzlərin qəbulu məsləhətdir. Metformin əslində dərmandır. Metformin qanda qlükozanın qalmağını əngəllədiyi üçün reseptorunu bloklamağa kömək edir və bayaq qeyd etdiyim polifenol matcha çayının tərkibində olan burada gördüyünüz maddə. Növbəti olaraq şiş yaranır, onkogenlər sürətlə aktiv olur və şişin qarşısını alan genlər zəifləyir. Bu zaman nə baş verir? Yəni bizim burada müdaxilə etməli olduğumuz məqam onkogenləri bloklamaqdır. Birinci növbədə fenbendazol. Bu da çox maraqlı araşdırmadır. Əslində fenbendazol parazitləri, bədən yaşayan qurdları öldürmək üçün istifadə olunan bir preparat, dərman preparatıdır. Lakin onun parazitləri öldürmə prinsipi onkogenləri öldürmə prinsipi ilə oxşar olduğuna görə fenbendazol çox faydalı hesab olunur. Növbəti olan kurkumin, yəni sarıkökün maddəsində tərkibində olan maddə. Əgər artıq şiş yaranmağa başlayıbsa, sadəcə sarıkök istifadə etmək kifayət olmaya bilər. Buna görə də xüsusilə onun aktiv preparatını istifadə etmək lazımdır. İndol 3-karbinol kələm sinifi olan tərəvəzlərin tərkibində olan maddə xüsusilə süd vəzi xərçənginə qarşı, əslində isə bütün xərçənglərə qarşı çox faydalıdır. İmmun sistemindən yayınma. Çox maraqlıdır ki, şiş artıq yaranmağa başladığı zaman özünü immun sistemimizdən qorumaq üçün fibrin proteinin içərisində gizlədir. Fibrin proteini bizim öz bədənimizin hüceyrəsindən olduğuna görə immun sistemimiz şişləri, yəni xərçəng hüceyrələrini görmədiyinə görə artıq ona hücum etməyi dayandırır. Bu da ən təhlükəli məqam hesab olunur. Burada bizim etməli olduğumuz NK, yəni bu immun sisteminin hüceyrələrinin bərpası, NK hüceyrələri xüsusilə xərçəng hüceyrələrlə mübarizə aparan ən önəmli hüceyrə olduğuna görə onu bərpa etmək lazımdır. Onu necə bərpa etmək olar? Elə immun sistemini gücləndirməklə. Burada birinci növbədə gəlir bəzi göbələk növləri. Burada adını ingilis dilində yazmışam. Turkey tail, shiitake göbələkləri, astragalus bitkisi, yenə də vitamin D, intravenal, yüksək doza C vitamini, oksigen terapiyası, yəni bu da yenə yüksək təzyiq altında insan bədəninə verilən oksigen terapiyasıdır. Xərçəng hüceyrələri oksigenə davamlı olmadığına görə oksigenli mühitdə yaşaya bilmirlər. 6-cı yerdə angiogenezis. Şiş 2 millimetrə çatdığı zaman insan bədənində artıq pasiv qida ilə qidalana bilmir. IGF bir siqnaldır. Reseptor vasitəsilə bədənə siqnal buraxır ki, mənə damar yolu açın, birbaşa qan ilə, qandakı qlükoza ilə qidalanmağı üçün. Yəni aqressiv bir şəkildə özünə damar yolları istəyərək, bu siqnalı buraxaraq damar yolları açılırsa artıq daha təhlükəli hala gəlir. Çünki artıq o damarlar vasitəsilə metastaz verməyə başlaya bilir. Buna görə də bu stadiyada etməli olduğumuz məqam VEGF siqnalını bloklamaqdır. Bunu necə bloklaya bilərik? Yenə də quercetin, resveratrol, artemisinin antioksidanları vasitəsilə, eyni zamanda kurkumin vasitəsilə və çox maraqlıdır ki, melatonin hormonunun da xərçənglə mübarizədə çox faydalı yolları bizə məlumdur. 7-ci növbədə toxumalara işğal etməyə başlayır. Artıq toxumalara işğal edərək toxumaları dağıdır, toxumaları parçalayır. Ona görə də xərçəng xəstələrində ağır stadiyalarda ciddi şəkildə çəki azalmağı, arıqlamaq müşahidə olunur. Bu elə toxumalara işğal etməsi deməkdir artıq şişin və onu parçalayaraq artıq onunla qidalanmağa başlayır. Bunu nəyin vasitəsilə edir? MMP reseptoru vasitəsilə. Burada da biz MMP reseptorunu dayandırmalıyıq. Bunun üçün nə edə bilərik? Yüksək doza omega-3 boswellia bitkisi, yüksək təzyiq altında oksigen terapiyası, daha sonra metastaz verməyə başlayır. Metastazı da necə verir? Artıq özünə damar yolu vasitəsilə yer etməyə başlayıbsa, o damar vasitəsilə həm qan dövranına daxil olmağa başlayır, həm də limfa toxumalarına daxil olmağa başlayaraq başqa orqanlara, yəni istənilən insan bədəninin yerlərinə çata bilir və orada çoxalmağa başlayır. Bu
ən təhlükəli, ən qorxulu hissəsidir. Bu baş verdiyi zaman əslində mənim burada dediklərim, yəni birinci etapdan ən sonuncu etapa qədər adına çəkdiyim hər bir protokolu çox ciddi şəkildə, çox sürətlə tətbiq etmək lazımdır. Bunlar da dəstəkləyici vasitə olaraq göstərilə bilər. Sizə hansı xəstəliklər maraqlıdırsa, şərh bölməsinə qeyd edin. Növbəti videolar onlar haqqında olsun. İzlədiyiniz üçün çox minnətdaram. Çox sağ olun.